Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən səhər mən də yaxşıyam. Burada atamgilə gedirəm. Demək qızlar, neçə gündür beynimə verib. Təsəvvür edin ki, baha qiymətə satırlar. Videoda bu tünd görsənir də, rəngi ağdır. Belə altı belə kolun falan yığırlar belə bu vəziyyətdə. Sonra xarab, indi heç onu bilirik ki, biri xarab olanda vurub digərini xarab edir. O heç indi ola bilər. Yəni, altı belə düzgün deyil də, nə bilim, vicdansızlıqdır da, yəni. Tezcibillərimizi dedim ki, çölə qoyum. Burada elə bir sistemdir ki, zivqabı yoxdur aşağıda deyə. Blokda yığılır, sonra bloku təmizləyən xalalar həftədə 2 dəfə aşağı yendirir. Maşın gəlib aparır. Stolun üstünü silim qızlar. Belə ki yer ayırdım. Bir buzluq üçün, bir də şirniyyat hazırlayacaqdım. Yəni yarısını qoydum. Çölə peşəmalarıma baxın. Gedirəm yatmağa. Demək qızlar, belə bir gülüm var idi. Mən bir müddət atamın yanında qaldım deyənə evə baş çəkə bilmədim və gülüm qurudu. Bu gülü xoş duyuram. Qəşəng güldür əslində. Dedim bunu bərpa gətirmişdim evdən özümdən. Dedim bunu təmizləyim. Hər 3-4 gündən bir soluyum ki özünə gəlsin. Şükür təmizlədim. Qəşəng özünə gəldi. Sulu satın alma suyla suluyuram ki krantın suyu xlorlu olur. Deyənə güllərdə elə bil ki o güllərə də təsir eləyir böyüməyinə, yarpaqların parlaq olmağına. Belə buralarda sərgə saldım, ışığımı söndürüb gedim yatmağa. 2000 years later. Kızlar gittim, arası geldim. Ürəyimdən bir dənə qova aldım. Simit istəyirdim. Nəsə vaxtda əlimə bunu düşüb almağa. Simit aldım. 2 dənə. Böyle. 2 dənə. Simit aldım. Demək qızlar, su pişirmişdim, amma ürəyim su yemək istəmədi. Simitlə krem pendir yedim, göbələkli, qəşəng idi dadı, amma onun kalbalasalısı daha qəşəngdir. Dedim otağı tosturanlayım, silim qəşəng, təmiz. Dedim təmizləyim ki, axşam evə gedəcəm, təmiz olsun. Burada yol üstü markete girdik, alacaqlarımız var idi, onu aldıq. Spagetti koymuşam ki şu yuxularına girəm. Göbələkli qaymaqlı spagetti hazırlayacağım. Belə. Burada toyuq koymuşam ki çəkeyim. Toyuq eti çoxdandır eləmirəm, dedim hazırlayayım ki qəşəng göbələklə toyuq qəşəng qovrulsunlar. Makaronunu süzmüşəm, hazırdır. Biraz qovrulsun bunlar, sonra qaymaq əlavə edib, üzərinə makaron əlavə edib. Ətimi də çəkdim, içinə kök, kartof, 2 diş sarımsaq, soğanlı çəkdim, bir də toyuq filesi çəkdim. Bugün çoxdur da, 2 nəfər üçün bizi yarısını xolodilnikə qoyacağım. Yarısını da kızartacağım, sabah için götüreceğim. Bir hissəsini də xolodilnikə buz yerinə qoyacağım ki hazır kotlet olsun. Kızlar, artıq elə çox bir işi qalmayıb. Apaviləri da yavaş-yavaş sökürəm. Bir hissəsi qalıb, yəni çox az bir hissəsi qalıb. İndi buranı iriləri süpürgə ilə götürdüm, balacaları tozlanmadım. Çox qəşəng tozlandı qızlar. Yəni tozlan almaq istəyənlərə tövsiyə edirəm. Hal-hazırda bir marketdə endirimdədir. Həm yüngüldür, ağırlığı yoxdur.
Yəni ki, çox qəşəngdir də, həqiqətən çox məmnunam həqiqətən. Dream markasınındır. Derma. Dream bilmirəm, oxumuşum tam. Amma yəni düzdür, mən də almamışdım, qabaq tərəddüddəydim həqiqətən. Çünki mən Tostaran almışdım, yanmışdı. Ümumiyyətlə Tostarandan üzüm gülmür. Bu axırıncı dəfədə bu almışdım robot Tostaran, o heç. Onun həqiqətən yəni pul verməyə dəymir həqiqətən. İstəyir bahalı olsun, istəyir ucuz olsun, fərq eləmir. Amma bu çox həqiqətən çox qəşəng Tostarandır. 70 neçə manat olmalıdır hal-hazırda. İndi artıq bunları da yığışdırıram. Siz bunu bir partda izləyəcəksiniz, amma bu mənim neçə günlərimi, həftələrimi bunu sökmək aldı. Təsəvvür edin ki, divardan çıxan mismarları göstərəcəm sizə. Hələ dəmirlər qalıb. Ev işi, sərgə saldım, duşumu aldım. Yeməyim hazırdır. Turşu xiyar açacağım. Aş eləmişəm. Bir də biber. Qəşəng acılıdır özdə. Demək qızlarım, buraları, zibilləri, divardan tökülənləri süpürmüşəm, yığmışam. Onsuz hələ yenə də söküləcəklər. Belə remont olunacaq buralar. Zibildir. Bu uzun taxtada birdən lazım olur. Bu qalsın. Bunu da çıxarsın. Ağır olacaq. Suyum çıxardım. Burada bizim beşlərimizdir. Yenə gedir yatagilə. Bir şeylərimi də yığmışam. Amma çıxmaq istəyirlər. Qalmaq istəmirlər. Belə.